Hər gün mətn rubrikamız davam eləyir. Bugünkü hədəfimiz ulduz sisteminin mərkəzi mətnidir. Yenə deyirəm, mətni oxuyubsuz, biz birbaşa keçirik suallara. 21-də deyişin səbəb. Kopernikin skeptik olması şübhə dövründə skeptik olması nəyə səbəb olmuşdur? Yəni nəticələri nələrdir bunların? Yer mərkəzli sistemi inkar etmişdi. Bəli, kilsə buna qarşı çıxmışdı, bu inkar etmişdi. Bir var. Yunancadan əsər tərcümə etməyin, tibb və hüquq elmlərinə yiyələnməyin və çap olmuş kitabını görə bilməməyin, ölməyin. Buna bir dəxli yoxdur. Kilsə isə onun haqqında bu barədə bir qərar vermişdi. Skeptik olduğu üçün 5 də doğru fikir olur. Sualın cavabı da olur A variantı. 22-də deyir ki, aşağıdakı fakt mətndə nömrələnmiş hansı cümlələrdəki fikirləri əsaslandırmağa xidmət edir? 1633-cü ildə Qaliley öz düşüncələrinə görə təqsirləndirilərək İnkvizisiya məhkəməsinə cəlb edilir. Məhkəmədə əsərlərinin yandırılması hökmü verilir və tutduğu yoldan əl çəkmədikdə ölüm cəzası ilə hədələnərək tövbə etməyə məcbur edilir. Lakin belə rəvayət edilir ki, Qaliley məhkəmə qurtardıqdan sonra onsuz da fırlanar demişdi. Burada o yerin fırlanmasını nəzərdə tuturdu. Deyir, bunu hansı cümlələr təsdiq edə bilər? Hansı cümlələr deyir? Nömrələnmiş hansı cümlələr fikirləri əsaslandırır bu hissə, bu kursivdən verilmiş bu hissə deyil. Nəyə əsaslandırır? Hansı cümlələri əsaslandırır? Burada birinci cümlə uzun müddət bu insanlar tərəfindən həqiqət hesab olunmuş və kilsəni qane etmişdi. Burada birbaşa Qalileyə biz keçə bilmərik. Ruhanilərin fikrincə burada da biz Qalileyə keçə bilmərik. Kilsə əks fikirdə olanlarla amansızcasına mübarizə aparır, onlara divan tuturdu. 1633-cü ildə Qaliley də bunu demişdi. Yəni Qalileyə divan tutublar. Yəni 3-dən sonra biz onu qoya bilərik. 3. Sonra baxıram 4-cü hanı? Əks düşüncəyə qarşı dözümsüz olan Roma Katolik kilsəsinin kardinalları dərhal hökm verdilər. Kopernik kilsəni vardıla bilməz. Bax, 4-dəki fikri yenə var. Burada da Qalileyi məhkəməyə çıxarıb əsərlərini yandırıblar. Yəni 4 də bunu təsdiq elədi. 5. Kopernik bildirir ki, əslində ki, adi müşahidəsi belə. Burada kilsənin amansızlığından danışmadığı üçün 5-i də seçə bilmərik. Oxuyan görürsən ki, burada yerin tərpənməz olduğu, günəşin isə ona tərəfindən fırlandığını düşünür. Əslində isə yer günəş ətrafında fırlanır və bir ərzində öz orbiti ətrafında tam dövrə vurur. Bu Kopernikin fikirləridir sadəcə. Biz bu hissəni ondan tamamını əsaslandıra bilmərik. Ona görə sualımızın cavabı 3 ilə 4 olmuş olur. 23-cü sual deyir, mətndə çərçivədə verilmiş sözün kontekstə uyğun şərhinə aid yanlış fikri. Görürsünüz, mən yanlışı yumruyalım. Çərçivədə verilmiş tədqiqat ruhu. Demək, burada tədqiqat ruhu buna uyğun nümunə verib və cümlə verib söz. Sözün qarşısında cümlə verib. Nümunə olaraq deyir ki, hansı yanlışdır? Tamam, can verib burada. Tədqiqatın canı. Ruh göylərə çəkiləndə növbə onu gözləmir. Buradakı can, ruh insan bədənində olan o mənadadır. Yəni, bir yanlışdır elə. 2-də istək. Millətlə azadlıq ruhu yaranmışdır, azadlıq istəyi yaranmışdır. Orada da tədqiqat istəyi yerinə qoya bilərik. 2 düzdür. Tədqiqat cürəti. Orada ruh cürət mənasında olmadığı üçün, cürət mənasında olmadığı üçün 3 yanlışdır. Yəni, tədqiqat cürəti nədir? Olmur. Sonra ən əsas nöqtə, tədqiqatın ən əsas nöqtəsi məsələnin ruhu o mənada deyil. Orada o mənada işlənməyib. 4. Burada işlənmək birbaşa istək mənasındadır da. Deyir, hər yerdə tədqiqat ruhu canlanmışdır. İstəyi, həvəsi o mənada. 5-cidə də elə həvəs sözünü verib yeni ruhla işə başlamaq, yeni həvəslə işə başlamaq eyni mənaya gəlir. 5 də bizim seçməyəcəyimiz variantdır. Çünki bizdən doğruları yox, yanlışları istəyir.
Sualın cavabı olur 23-də C variantı 1, 3, 4. 24-də deyir ki, mətndə üzərində rəqəm qoyulmuş hansı ifadələr? İfadədə hansılar məcazi mənada işlənmişdir? Məcazi mənada işlənənlər lazımdır. Bizə bir dəqiqə bunu kvadrata alım. Kvadrat da xahiş edirəm. Neyse, belə olsun. Aha, deməli, diplom almaq ifadənin biri. Sonra orta əsr qaranlığından fəaliyyətə doğru itələyirdi. 3 budur. 4 kitabını yayınladı. 5 onun ətrafında fırlandığını düşünür. Deməli, burada bir də diplom almaq həqiqidir. Diplomu alarsan, normal işimizə verər, alarsan. Azad fəaliyyətə doğru itələyirdi. Burada kimisə belə arxasından itələmək, qabaqdan itələmək mənası deyil. Yəni 3-ü seçirəm. 3-ü seçirəm. Sonra 4. Deyir ki, Kopernik öz şərhlərini, yox, kitabı yayınlamaq. 4 də seçirəm. Kitabı yayınlamaq. 5-də yerin fırlanmağı həqiqi mənadadır. Bizdən nə istəyirdi? Məcazi olanlar istəyirdi. Yox, kitabın yayınlamaq həqiqidir axı. Mən qarışdırdım. Kitab yayınlamaq həqiqidir. Burada 3 məcazi idi. Mən həqiqinə məcazini qatdım. Bir dəqiqə. 1. Mən 2-ni burada buraxdım uşaqlar. Orta əsrlərin qaranlığı. Məcazi budur. 2-dir, 3-dür məcazi. Mən 3-dən sonra keçdim həqiqiləri seçməyə. Deməli 2, 3-dür. 2, 3 hanı? E variantı. 24-cü yox, B variantı. B, Bakı. Orada bir yüngül var, qarşılığı oldu. Üzr sayım. 25. Mətnə əsasən doğru hesab eləmək olar. Ptolemey nəzəriyyəsinin dünyanın yaradılışı haqqında olan fikirləri təkzib etməsi. Ptolemey onu təkzib eləmir axı, yerin fırlanmağını deyib. Deyirdi, yer qalır, günəş fırlanar. Kiçik münazirə əsərinin günəş mərkəzli sistemin kəşf edilməsi nəticəsində yazılması. Bəli, Kopernik buna əsasən yazıb. Günəş qalır, yer fırlanar deyirdi. Kopernik nəzəriyyəsinin Ptolemey təlimi əsasında formalaşmayıb. Onun əksini deyil axı. Kilsədən uzaqlaşdıran Kopernikin bu haqda yeni əsər yazmayıb. Orada başqa əsərlər yazıb. Kopernikin bütün elmlərə marağının olması xeyr. Tibbi zadı sıxıcı adlandırırdı. Sualımızın cavabı 25-də olur. B variantı. 26-da deyir ki, nöqtələrin yerinə uyğun gələn ifadələr. Burada elə mətni oxuyanda adam istər-istəməz onu özündən artırır. Mən burada da yazım onu. Kopernikin kəşfi elmdə böyük çevriliş elədi. Kopernikin inqilab, çevriliş və inqilab yaratdı, belə deyək də. Çevriliş, inqilab yaratdı, çevriliş yaratdı. Məsələn, başqa biz ora hansı sözü qoya bilərik? Heç olmasa bir 3 ədəd söz verək də. Məsələn, deyə bilərik ki, çevriliş yaratdı, inqilab yaratdı, nə bilim, yenilik yaratdı deyə bilərik. Yenilik yaratdı deyə bilərik, bunu atıra bilərik. Başqa da ki, məsələn, bir söz də var, ajiotaj. Ajiotaj yaratdı. Məsələn, bunu da əslində qoya bilərik. Və bu sözün yazılışı ajiotajdır. Ajiotaj. Və sarsıdıcı zərbə vurmuşdu. Bu nəyə sarsıdıcı zərbə vurub? Yanlış informasiyaya, yanlış fikirlərə, məsələn, deyə bilərik, kilsənin fikirlərinə zərbə vurub, kilsənin fikirlərinə, məsələn, belə deyə bilərik,
Ptolemeyin nəzəriyyəsinə, bunu da deyə bilərik. Sonra gəldik burada hansı suala? 27. Ptolemey və Kopernik. Deməli, bunların ortaq fikirləri, bunlara aid ortaqdan başlayaq. Birinci, Günəş və yer sistemi haqda məlumat veriblər. Bu ikisi. Ptolemey deyirdi ki, yer mərkəzdir, yer kainatın mərkəzidir. Günəş fırlanır. Günəş fırlanır. Yer kainatın mərkəzi, günəş fırlanır. Kopernik də deyirdi ki, günəş mərkəzdir, yer fırlanır. Bir də ki, kilsə bunu bəyənmirdi. Ptolemeyin dediyini kilsə bəyənirdi. Sonra məsələn Kopernik haqqında orada daha çox məlumat var axı. Kopernik məsələn skeptik idi. Sonra Kopernik müxtəlif kitablar yazmışdı. 28. Mətnin məzmunu ilə ziddiyyət təşkil edən cümləni müəyyən edin və fikrinizi əsaslandırın. Deməli, burada mən həmin cümlələrin gəlin altından xətt çəkeyim. Burada bir cümlə var. Beləliklə sözü ilə başlayır. Bir dəqiqə. Buradadır. Deyir ki, altından göynən xətt çəkirəm. Beləliklə, o astronomiya elmində, indi bunu qırmızıyla yumrulayıram, həmfikir olduğu Ptolemeyin ideyalarını davam etdirərək müxtəlif sübutlarla təsdiqləmişdir. Axı bu onunla həmfikir deyildi. Həmfikir eyni fikirdə olmaqdır. Bu onunla həmfikir deyildi. Belə əsaslandırırsan ki, Kopernik Ptolemeylə həmfikir deyildi, onun fikirlərini inkar edirdi. Və yaxud ki, Eyre-Venn diaqramı sualında da Kopernik yerin yox, günəşin mərkəzdə olduğunu, yerin fırlandığını deyirdi. Ptolemey isə bunun əksini deyirdi. Belə də əsaslandırırıq. Sonra gəlirik 29-a. Deməli, kardinallar. Zaman orada qeyd olunub 1516. Məkan Roma kardinalları. Roma. Hadisə. Bunlar deyirlər ki, Kopernik kilsənin övladı ola bilməz. Sonra Torun şəhərində kim doğulub? Kopernik. Mətndə bununla bağlı bir məlumat var. Nə zaman doğulub? Burada onun ili verilməyib verilməyinə. Biz bax 1516-cı ildə 43 yaşında qələmə alıb. 1516-dan 43 çıxanda qalır 1473. 1473-də hadisə nə olub? Doğulub və yaxud da dünyaya gəlib, dünyaya göz açıb və s. Mətnin əsas hissəsindəki abzasların hər birini ifadə edən tezislər yazın. Deməli, bu bizdən tezisdədir. Mətnin əsas hissəsi harada başlayır? Mətnin əsas hissəsi başlayır buradan. Mətnin əsas hissəsi bitir burada. İndi biz nə etməliyik? Bura qədər bir şey yazıb, hər abzasa bir tez yazmalıyıq. Ptolemey təliminin düzgün olmadığını Polyak alimi Kopernik sübut etdi. Polşanın Torun şəhərində doğulmuş Kopernik uşaq yaşlarından elmi həvəs göstərmiş, əvvəl öz vətənində,
Sonra isə İtaliya universitetlərində təhsil almış. O tibb və hüquq elmlərini yiyələnsə də hər ikisini daxili hesab etmiş və diplom almaqdan imtina etmişdir. Onun seçimi astronomiya idi. Bunu böhründən yazaq ki, nə tez yazmaq olar bura. Yazırıq ki, Kopernik, belə yazmayaq da, sıxışdıraq. Bura yazırıq ki, bunu silim. Kopernik müxtəlif elmlərə yönəlsə də astronomiyanı seçdi. Məsələn, tezis ablası bir cümləni ifadə eləməkdir. Orada əsas fikir nədir? Üçüncü ablas. Deməli, Kopernikin dövründə Avropa təhsili tərəqqi edildi. Maarifçi dövrünə keçid sürətlənmiş. Hər yerdə tərəqqi hücumlanmışdı. Orta əsr qaranlığından sonra şübhə dövrü başlamışdı. Ağıllı müstəqil azad fəaliyyətə doğru itələyirdi. Deməli, burada yazırsan ki, maarifçilik var da bu mətnin əsasında. Yazırsan ki, burada maarifçilik sürətlənirdi. Maarifçilik sürətlənirdi. Elm adamları yeni fikirlər irəli sürürdülər. Məsələn, bunu yazmaq olar. Kopernik digərlərindən fərqli olaraq daha böyük və sərhədsiz marağa sahib idi. Onun böyük üstünlüyü də məhz şübhə edən skeptik olmasında idi. Bu skeptikliyi dövrünə qədər ki, ən böyük kəşfi Günəş mərkəzli sistemin kəşf etməsinə səbəb oldu. Bu o qədər böyük yenilik idi ki, bütün astronomiya elmi təməlindən dəyişəcəkdir. Artıq yer dünya mərkəzi sayılmayacaqdır. Deməli, burada skeptikliyinə görə kəşf edib. Yazırsan ki, skeptiklik Kopernikə Günəş mərkəzli təlimi tapmaqda məsələn kömək etdi. Belə bir şey yaza bilərik. Məsələn, 5-ci, təxminən 1516-cı ildə 43 yaşında qələmə aldığı Kiçik Mülasələr adlı əsərində Kopernik öz şərhlərini verdi. Əks düşüncəyə qarşı dözümsüz olan Roma Katolik kilsəsinin kardinalları dərhal hökm verdilər. Kopernik kilsəyə vəd ola bilməz və Kopernik kilsəyə ola bilməz. Elə bu vaxt Yunancadan tərcümə etdiyi Bir Sxolastikin əxlaqı, kəndli və sevgi məktubları adlı kitabını yayınladı. Burada məsələn biz bunu necə ümumiləşdirə bilərik? Roma kardinalları əks düşüncəyə qarşı çıxırlar. Vergül cümləni bitirmirik. Kopernik isə yeni kitablarını yayınlayır. Yeni kitablar yayınlayır. Sonra Kopernik bildirirdi, yer kürəsində falan görər. Məsələn, burada ancaq fırlanmaqdan danışır. Elə buna bir kəlmə yer fırlanır. Yer Günəş ətrafında fırlanır kimi cümlə yaza bilərik. Sonra Kopernik öz cismindən fırlanması haqqında səhər çap etdirmək qərarına gəlir.
Dostlar çap olunmuş kitabın bir nüsxəsini Oranda alim artıq ölüm ayağında idi. Engels bu haqda yazır. Təbiətşünaslığın teoriyadan azad olması tarixi bu zamandan başlanır. Beləliklə astronomiya elmində bax bu zamandan başlanır. Deməli yazırıq ki, təbiətşünaslığın da mən tam yazmıram, teologiyadan azad olması, azad olmağa, ayrılmağa, teoriyadan ayrılmağa yazmayaq, ayrılmağa başlaması, o tarafa çıxmayım da, başlaması Kopernikin əsəri əsasında olur. Kopernikin əsəri əsasında olur. Bunu bu cür yazırıq, gedir. Belə, yoldaş şagirdlər, qurtardım sual. Bəli, 30-cu sual ən uzun sualımız oldu və qurtardı. Belə, ümid edirəm izahımız faydalı olar. Kanala abunə olmağı, şərh yazmağı, bəyənməyi unutmayın. Sağ olun.